Bismillahirrahmanirrahim. Rəhman, mərhəmətli olan Allah öz Peyğəmbərinə Quranı öyrətdi, insanı yaratdı. Ona danışmağı, fikrini və duyğularını bəyan eləməyi öyrətdi. Günəş və ay müəyyən bir ölçü ilə hərəkət eləyər. Otlar da, ağaclar da Allaha səcdə eləyər. Göyü o ucaltdı, tərəzini o qoydu. Ona görə ki, çəkidə həddi aşmayasız. Tərəzini düz tutun, çəkini əksiltməyin. Yeri də məxluqat üçün o döşədi. Orada növbənöv meyvələr və salxımlı, tumurcuqlu xurma ağacları, yaşıl ikən yarpaq, quruluğunda saman olan saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər, reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və sarı vardır. Ey cinlər, ey insanlar, elə isə Rəbbinizin nemətlərindən hansı birini təqsib eləyə bilərsiniz? İnsanı, Adəmi saxsı kimi toxunduqda səs çıxardan quru palçıqdan o yaratdı. Cinlərin əcdadı canlı da, tüstüsüz təmiz oddan o xəlq etdi. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təqsib eləyə bilərsiniz? İki məşriqin və iki məğribin Rəbbi, günəşin qışda və yayda doğub batdığı yerlərin, yaxud günəşin və ayın çıxıb batdığı yerlərin sahibi odur. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təqsib eləyə bilərsiniz? Suları şirin və acı olan iki dənizi o qovuşdurdu. Amma onların arasında maniyə vardır. Bir-birinə qatışmazlar. Özləri üçün müəyyən edilmiş həddi aşmazlar. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təqsib eləyə bilərsiniz? Onlardan inci və mərcan çıxar. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təqsib eləyə bilərsiniz? Dənizdə uca dağlar kimi üzən gəmilər də onundur. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təqsib eləyə bilərsiniz? Yer üzündə olan hər kəs, hər canlı fanidir, ölümə məhkumdur. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təqsib eləyə bilərsiniz? Göylərdə və yerdə kim varsa, hamısı ondan ruzi, mərhəmət və mədət istəyər. O, hər gün, hər an bir işlədi. Birini öldürər, birini dirildər, acizə kömək, zalimə zülm edər. Birinin duasını qəbul edər, birinə mərhəmət əta edib, digərinə cəza verər. Bu işlə məşğul olmaq onu digərindən yayındırmaz. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təqsib eləyə bilərsiniz? Ey ağır yük, mükəlləfiyyət altında olanlar, yaxud yerə ağırlıq verən cinlər və insanlar, sizlə də lazımınca əməlli məşğul olacağıq, əməllərinizin haqq hesabını mütləq çəkəcəyik. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təqsib eləyə bilərsiniz? Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından, çevrəsindən kənara çıxa bilərsinizsə, çıxın. Siz oradan ancaq qüdrət və qüvvətlə, Allahın sizə bəxş elədiyi elmin qüdrəti ilə çıxa bilərsiniz. Yaxud siz oradan qüdrət və qüvvət vasitəsi ilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təqsib eləyə bilərsiniz? Qiyamət günü üstünüzə alovlu od və ərinmiş mis, yaxud tüstüsüz alov və alovsuz tüstü göndəriləcəkdir və siz bir-birinizə kömək eləyə bilməyəcəksiniz. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təqsib eləyə bilərsiniz? Qiyamət günü göy yarılıb ərinmiş yağ və ya
dağ basılmış dəri kimi qıpqırmızı olduğu, qırmızı bir gül rəngi aldığı zaman halınız necə olacaq? Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaq. Onlar üzlərindən tanınacaqlar. Günahkarların yolu ancaq cəhənnəmdir. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Günahkarlar üzlərindən, sifətlərinin qaralığından, gözlərinin göylüyündən tanınacaq. Kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar. Başları öndən yaxud arxadan ayaqlarına bənd ediləcək. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Onlara belə deyiləcək: bu, günahkarların yalan hesab elədikləri cəhənnəmdir. Onlar ondan cəhənnəm odu ilə qaynar su arasında dolanıb duracaqlar. Elə isə, ey cinlər, ey insanlar, Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Rəbbinin məqamından, hüzurunda haqq hesab üçün durmaqdan qorxanlar üçün 2 cənnət, ədn və nəim cənnətləri var. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? O 2 cənnətin ağacları qollu budaqlıdır, merli meyvəlidir. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? O 2 cənnətdə 2 axar bulaq var. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Onların ikisində də hər meyvədən, quru və təzətər olmaqla 2 növ var. Möminlər onların birini dünyada görmüş, digərini isə görməmişlər. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Onlar, möminlər, orada astarları qalın ipəkdən olan döşəklərə söykənəcəklər. O 2 cənnətin meyvələrini dərmək də asandır. Möminlər harda olsalar, ağaclar onlara yaxın gələcək. Onlar həmin meyvələri ayaq üstə olanda da, oturanda da, uzananda da dərib yeyə biləcəklər. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Oralarda, o 2 cənnətdə və onlardakı qəsrlərdə, köşklərdə gözlərini yalnız ərlərinə dikmiş, bundan əvvəl özlərinə heç bir cins, insan və cin toxunmamış qadınlar var. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Onlar, o qadınlar, rəng və gözəllikcə, sanki yaqut və mərcandılar. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Yaxşılığın əvəzi ancaq yaxşılıqdır. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? O 2 cənnətdən başqa möminlər üçün daha 2 cənnət, Firdovs və Məva cənnətləri var. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? O 2 cənnət yamyaşıldır, o qədər yaşıldır ki, qaraya çalır. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? O 2 cənnətdə fəvvarə verib qaynayan 2 bulaq var. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? O 2 cənnətdə növbənöv meyvələr, xurma və nar var. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Oralarda və onlardakı qəsrlərdə, köşklərdə xoş xasiyyətli, gözəl üzlü qadınlar var. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Çadırlarda gözlərini yalnız öz ərlərinə dikmiş hurilər var. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Onlara ərlərindən əvvəl heç bir cins toxunmamışdır. Elə isə
Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Onlar, möminlər, yaşıl balışlara və gözəl naxışlı, incə ilməli xovlu xallara, yaxud yumşaq, qalın döşəklərə söykənmiş olacaqlar. Elə isə Rəbbinizin nemətlərindən hansı birini təksib eləyə bilərsiniz? Ya Peyğəmbər, sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır.